Azərbaycanda rayonların birində bir qrup yeniyetmənin çəkdiyi intim xarakterli görüntülər yayılıb. Görüntülərdə bir neçə oğlan və bir qız yer alır. Vətəndaş mövqeyində Rayət İmam Əliyev məktəblərin biabırçı intim videoları gündəmi zəbt etdi. Ən çox da məktəbli qız ittiham olundu. Hamı deyir ki, bu qızın canında var. Xeyri yoxdur, canında varsa onu zindana atsan da, evə kilitləsən də, zəncirləsən də xeyri yoxdur. Canında varsa edəcək. Elə deyil. Əslində seksual istək hamımızın canında var. Bütün canlılarda təbii ehtiyacın üst növü var. Qidalanmaq, ifrazat və seksual istək. Məsələn, rüşvət almaq, toyda dava salmaq, dələduzluq təbii ehtiyac deyil. İnsandan başqa heç bir canlıda olmur. Amma yemək, ifrazat, cinsi istək bütün canlıların canında var. Quşlarında, heyvanlarında, 15 yaşlı uşaqdan tutmuş 80 yaşlı qocaya qədər canımızda seksual tələbat var. Fərq bilirsinizmi nədir? Nəfsinə sahib çıxmamaq, gözü tox olmamaq, ictimai qınaqdan çəkinməmək. Bu uşaqlar nəfslərinə sahib çıxa bilməyiblər. İctimai qınaqdan çəkinməyiblər. Tərbiyə, əxlaq ilk öncə ailədən, sonra isə ətraf mühitdən öz təsirini göstərir. Ailədən ilk öncə valideynlər tərəfindən, ətraf mühitdə isə dost, rəfiqələr, loru dildə desək, düşdüyü kruq tərəfindən. İndi deyəcəksiniz ki, bir ailədən bir uşaq alim, digər isə narkomandır. Bəli, ola bilsin ki, ailə mühiti normal olsun. Amma sonradan ətraf kruqun, mühitin təsiri iki qardaşı da müxtəlif adamlar edə bilir. Deməli, o məktəbli qızın tək canında olmayıb. Evdə gördüyü tərbiyənin təsiridir. Gözünü açıb atası ilə anasının elədiklərini örnək götürüb. Elə o örnəyi də gətirib qarşısına özü kimi valideyn örnəyi görən o məktəbli oğlanları çıxarıb. Ailə xəyanətlərinin əsasını nəfsinə sahib çıxmamaq təşkil edir. Toyda görmüsünüzmü? Birinin qabında hər cür yemək var. Qarnı doyub, amma gözü doymur. Elə hey basıb yeyir. Çünki tamahkardır. Nəfsinə sahib çıxa bilmir. Ərli ola başqası ilə seksual azlığını doyuran qadın da, həyat yoldaşı ola başqası ilə eş-işrət yaşayan kişi də bu seksual tamahın, cinsi acgözlüyün qurbanına çevrilir. Qısacası, balalarınızdan müğayət olun. Onları ətraf mühitdən gözdən qoymayın. Valideynin funksiyası təkcə evə pul gətirib övlad geyindirmək deyil. Valideynin əsas funksiyası ailə daxili sabitliyi qorumaq. Ömrünün sonuna qədər gözü övladının üstündə olmaqdır. Əks təqdirdə bu məktəbli qızın aqibətini hər ev, hər ailə gözləyə bilər.